Azərbaycanda daşınmaz əmlaka investisiya etmək səmərəlidirmi, yoxsa yox? Gəlin bunu aydınlaşdıraq. Əvvəlki videomda mən Azərbaycanda daşınmaz əmlakın qiymətinin yüksək saxlanılmasının səbəbkarları barədə danışdım. İndi isə mən ümumiyyətlə daşınmaz əmlaka investisiya etmək nə dərəcədə səmərəlidir? Bu sualın cavabını verəcəm sizə. Öz hekayəmdən başlayacağım. 2014-cü ildə mən daha kiçik mənzilimi sataraq daha böyük mənzil aldım və bunun üçün 300.000 manat vəsait xərclədim. 300.000 manat 2014-cü il məzənnəsi ilə $390.000 eləyirdi. 2025-ci ildə həmin evin qiyməti ortalama bazar qiymətləri ilə 700.000 manata çatıbdı. Və mən iqtisadçı olmasaydım çox sevinərdim bu faktda ki 300.000-im 700.000 manat olubdur. Lakin mən bunu dollara çevirəndə bugünkü məzənnə ilə 700.000 manat $411.000 edir. Yəni ki 11 il ərzində mənim dollar gəlirliyim cəmi $21.000 təşkil edibdir. Mən əgər həmin $390.000 2014-cü ilin ortalarında qızıla yatırsaydım, bu günləri $1,2 milyon edəcəkdi bu, ya da 2 milyon manat. Əgər mən bunu çox sadə bir S&P 500, yəni ki Amerika şirkətlər 500-ən böyük şirkətin səhmlərinə yatırım etsəydim, həmin o indeksə artıq $1,7 milyon yaxın vəsaitim vardı, yəni 3 milyon manata qədər vəsaitim vardı. Amma hal-hazırda nə 2 milyondur, nə 3 milyondur, 0,7 milyondur, bir xeyli aşağıdır. Lakin mən ev alırdım, investisiya etmirdim. Ev mütləq olmalıdır, evi almalısınız, qiymətdən fərqi yoxdur bunun üçün. Amma investisiya yönümlü edirsinizsə, hörmətli həmkarlar, daha ağıllıcasına yanaşın. Sən bazarına yatırın. Dəmir betona pul yatırmayın. Evdir, tikdiz, qutardı, bitdi. Amma zavoda siz fabrika investisiya edəndə bu daimidir və iqtisadiyyatı inkişaf etdirir və yeni dəyərlər qazandırır. Buna görə ağıllı investisiya edin, uğurlar.